Hörmətli izləyicilər, mən Onur Rəstov, Amarkes Global Broker şirkətinin hər birini salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacaq. İlk öncə dolar indeksinə nəzər salaq. Bildiyimiz kimi dolar indeksi 27 Mart tarixindən etibarən düşən trendə başlamışdır və hal-hazırda da düşüş trendi hörmətli izləyicilər davam etməkdədir. Ümumiyyətlə dolar indeksində və gün ərzində nə qədər ki dolar indeksi bu günün birinci müqavimət səviyyəsi olan 100.293 səviyyəsini, yəni bu səviyyəni qırıb onun üzərində bağlanmazsa, biz dolar indeksində düşüş trendinin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə keçən həftə Amerikada inflyasiyanın da gözlənilenden daha aşağı 2.4% açılması eyni zamanda federal ehtiyatların faiz dərəcəsini aşağı salacağı ehtimallarını artırmış oldu ki, bu da dolara aşağı yönlü təzyiq edən əsas faktorlar arasındadır. Lakin qeyd etdiyimiz kimi hal-hazırda Amerikada hələ də xəzinə istiqrazlarının faiz gəlirliyinin yüksək olması bir mənada dollarda olan düşüşü məhdudlaşdıra bilər. Texniki olaraq isə hörmətli izləyicilər, qeyd etdiyimiz kimi bu günün birinci müqavimət səviyyəsi qırılmazsa, biz hələlik dolar indeksində düşüş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildiyi maliyyə avro-dollar valyuta cütlüyüdür. Diqqət etsəniz 2 apreldə avro-dollar valyuta cütlüyündə başlayan yüksəliş trendi hələ də davam etməkdədir və bu gün ərzində nə qədər ki, bu günün birinci dəstək səviyyəsi olan 1.12088 səviyyəsi, yəni bu səviyyə qırılıb onun altında bağlanmazsa bazar, biz avro-dollar valyuta cütlüyündə yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə hörmətli izləyicilər, bu həftə ərzində Avropa Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı qərarı açıqlanacaq. Faiz dərəcəsinin 2.6 səviyyəsindən 2.4%-ə endiriləcəyi proqnoz edilir ki, bu da bir mənada avro-dollar valyuta cütlüyündə olan yüksəliş trendini məhdudlaşdıra bilər. Hörmətli izləyicilər, bildiyi maliyyə GBP-USD valyuta cütlüyüdür. Ümumiyyətlə, İngilis funtu və dollar valyuta cütlüyündə də 9 apreldə başlayan yüksəliş trendi davam etməkdədir. Xüsusilə keçən həftə İngiltərədə sənaye istehsalının artması, ümumiyyətlə iqtisadi artımın belə deyək, gözləniləndən daha yüksək olması bir mənada funtu dəstəkləyən əsas faktorlar arasındadır. Bu həftə ərzində isə İngiltərədə inflyasiya göstəriciləri açıqlanacaq, hansı ki inflyasiyanın 2.7% açıqlanacağı proqnoz edilir. Əgər inflyasiyada hər hansı bir artım varsa, biz GBP-USD valyuta cütlüyündə yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Gün ərzində isə nə qədər ki bu günün birinci dəstək səviyyəsi olan 1.29890 səviyyəsi, yəni bu səviyyə qırılıb qiymət onun altına bağlanmazsa, biz GBP-USD valyuta cütlüyündə yüksəliş trendinin davam edəcəyini öngörə bilərik. Hörmətli izləyicilər, bildiyi maliyyətimiz Avstraliya dolları və Amerika dolları valyuta cütlüyüdür. Diqqət etirsəniz, AUD-USD-də də eyni zamanda 9 aprel tarixindən başlayan yüksəliş trendi hələ də davam etməkdədir və nə qədər ki gün ərzində bu günün birinci dəstək səviyyəsi olan 0.62138 səviyyəsi qırılıb, qiymət onun altına bağlanmazsa, biz AUD-USD-də yüksəliş trendinin davam edəcəyini qeyd edə bilərik. Hörmətli izləyicilər, bildiyi maliyyətimiz qızıldır. Qızılda da eyni zamanda 9 apreldə başlayan, diqqət etirsəniz, həmin günün birinci müqavimət səviyyəsinin qırılması və bazarın həmin səviyyənin üzərində bağlanması ilə bir mənada yüksəliş trendi yenidən başlamış oldu və yaxud da aşağı yönlü qızılda olan aşağı yönlü korreksiya başa çatmış oldu və diqqət etirsəniz, həmin tarixdən etibarən qızılda yüksəliş trendi davam etməkdədir. Gün ərzində nə qədər ki qızılın qiyməti bu günün birinci dəstək səviyyəsi olan 3192 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz qızılda yüksəliş trendinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildiyi maliyyətimiz S&P 500 indeksidir. Ümumiyyətlə, S&P 500 indeksində eniş trendi bir mənada Trump'ın 9 apreldə tarifləri bir müddət, 90 gün müddətinə belə deyək, dondurması ilə bağlı bazar kəskin şəkildə yuxarı korreksiya etmiş oldu. Amma təbii ki, bu bazarda bir mənada qeyri-müəyyənliyi aradan qaldırmamış oldu və həmin yüksəlişdən sonra diqqət etirsəniz, bazar bir mənada konsolidasiya daxil oldu. Çünki bazar nə birinci dəstək səviyyəsinin altına bağlanır, nə də birinci müqavimət səviyyəsinin altına bağlanır, diqqət etirsəniz və hal-hazırda bazar konsolidasiya edir. Gün ərzində əgər bazar bu günün birinci müqavimət səviyyəsinin altında bağlanarsa və eyni zamanda birinci dəstək səviyyəsinin qırıb onun altında bağlanarsa, biz S&P 500 indeksində eniş trendinin yenidən başladığını qeyd edə bilərik. Yox, əgər birinci müqavimət səviyyəsini qırıb onun üzərində bağlanarsa, biz S&P 500 indeksində yuxarı yönlü korreksiyanın davam edəcəyini proqnoz edə bilərik. Ümumiyyətlə, hörmətli izləyicilər, hal-hazırda Amerikanın istiqraz bazarında faiz gəlirlərinin yüksək olması hələ də böyük bir qeyri-müəyyənlik yaratmış olur ki,
Çünki bu Amerikanın borc problemini daha da kəskinləşdirmiş olur. O baxımdan əgər istiqraz bazarında faizlər aşağı düşməzsə, biz S&P 500 indeksində hələlik yüksəliş trendinin başlayacağını belə deyək, qeyd edə bilmərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.